Ağsuda Xəyyam marketdə və məhsul anbarında saxta alkoqollu içkilər aşkarlanıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Ağsu şəhərində plandan-kənar yoxlama aparılıb. Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus Xəyyam marketdə və həmin marketə aid anbarda həyata keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən Ağsu şəhərində plandan-kənar yoxlama aparılıb. Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus Xəyyam marketdə və həmin marketə aid anbarda həyata keçirilib. Araşdırma zamanı saxtalaşdırma əlamətləri olan alkoqollu içkilər aşkar olunub. Məhsullara baxış zamanı etiket məlumatlarında istehsalçı barədə dolğun məlumatın verilmədiyi müəyyən olunub. Bundan əlavə, məhsulların üzərində göstərilən VÖE-nin mövcud sahibkarlıq subyektinə aid olmadığı məlum olub. Həmçinin, arağın başlıq hissəsinin və etiketinin qusta üsulla yapışdırıldığı da aydın şəkildə görünür. Bu faktlar məhsulun saxtalaşdırıldığını sübut edən əsas göstəricilərdir. Nəticədə, aşkar edilmiş 247 ədəd alkoqollu içki satışdan çıxarılıb və saxlanıca verilib. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Hazırda araşdırmalar davam etdirilir. Uzun müddətdir ticarətlə məşğuluq. Mal alıb satırıq. Yoldan bir maşın keçən vaxtı gəldi, mal təklif elədi, götürdük. Bilmədik saxta olduğun araq məhsulu. Götürdük, satırdıq. Qida Təhlükəsizliyi gəldi. Görən momentində bildik ki, xarab araqdır, aksisi xarabdır. Ondan sonra bildik, peşmanlıq bir də olmaz. Ağsu şəhəri Səməd Vurğun küçəsində və Molla Vəliyev adı küçəsində yerləşən Mürsəlzadə Xəyyam Namiq oğluna məxsus marketdə və ona məxsus əsas məhsul saxlanıcı anbarında Dağlıq Şirvan regional bölməsinin əməkdaşları tərəfindən plandan-kənar yoxlama həyata keçirilmişdir. Yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan müxtəlif çeşiddə saxta alkoqollu içkilər aşkar edilmişdir. Alkoqollu içkilərin vizual baxış zamanı istehsalçısı barədə dolğun şəkildə məlumat verilməməsi, qapaq hissəsinin qusta üsulla yapışdırılması və bu kimi digər nöqsanlar qeyd olunmuşdur. Saxta alkoqollu içkilərin eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən təsdiq edici sənədlər yoxlamaya təqdim edilməmişdir. Bundan əlavə ümumilikdə 247 ədəd aşkar edilmiş saxta alkoqollu içki dövriyyədən çıxarılaraq saxlanıca verilmişdir və həmin məhsullardan nümunə götürülərək Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilmişdir. Sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə protokol tərtib edilmişdir. Buradan istehlakçılarımıza bildirmək istəyirəm ki, bu kimi hallarla qarşılaşdıqda Agentliyin Münit Çağrı Mərkəzinə və İqdam tətbiqi vasitəsilə müraciət etmələri xahiş olunur. Rafiq Həsənov, Elçin Məlikov, Aysu İsmailova.